Mikroblar və depressiya mövzusunun part 2-sindəyik. Depressiya heç də xəfifə alınacaq bir durum deyil. Bu sadə bir simptom deyil. Əksinə ciddi bir xəstəlikdir, psixiatrik bir xəstəlikdir. Və burada nəinki əhval-ruhiyyənin düşməsi, həmçinin həyatın müxtəlif sahələrinə dair marağın get-gedə itməsi baş verir. Və bu da bir insanın artıq bir varlıq kimi həyat fəaliyyətinə davam etməsinə böyük bir əngəl törədir. Və part 1-də qeyd etdiyim kimi son zamanların aktual mövzusudur ki, insan orqanizmində, bağırsaqlardakı bakteriyaların fəaliyyəti bu depressiyanın yaranmasına təkan verir. O zaman belə bir sual ortaya çıxır. Probiotiklərlə bu depressiyaları müalicə etmək mümkündürmü? Ümumiyyətlə, probiotik nədir? Probiotik canlı, tərkibində canlı bakteriyalar olan, belə deyək ki, kapsullardır. Əksərən kapsullar şəklində satılır, amma toz şəklində də ola bilər. Bu qida əlavəsi kimi gedir. Dərman deyil, amma dərman kimi funksiya görür bədəndə. Yəni tərkibində dediyim kimi canlı bakteriyalar olur və biz bu bakteriya kapsullarını yaxud da tozlarını qəbul edirik ki, bağırsağımızdakı bakteriya florası, bakteriya mühiti zənginləşsin, faydalı bakteriyalar artsın. Normalda probiotiklərin funksiyası budur. Ancaq direkt olaraq depressiv şəxslərə probiotik verək və böyük bir fərq gözləyək. Bunu tam olaraq bugün %100 deyə bilmirik. Digər tərəfdən isə antidepressiv dərmanlar qəbul edən şəxslərdə probiotiklərin qəbulu ilə birlikdə simptomların daha da yaxşılaşdığı görülmüşdür. Yəni buradan belə bir nəticəyə gələ bilər ki, probiotiklər depressiyadakı simptomların yaxşılaşmasına kömək eləyir, uzun vədədə yaxşı nəticələr göstərir. Ancaq ki, bu hələ ki o səviyyədə deyil ki, biz komplet olaraq, əgər depressiyadan əziyyət çəkən şəxs isə komplet olaraq antidepressiv dərmanlarımızı qırağa ataq və probiotik qəbul edək. Hələ ki bugün bu səviyyədə deyilik. Və digər tərəfdən maraqlı bir məlumat daha paylaşmaq istərdim bu kapsullarla bağlı. Son zamanlar belə bir nəcis kapsulları çıxmışdır. Adı qəribə səslənsə də həqiqətən də bu prinsip budur. Belə ki, müəyyən qrup insanlar var ki, bu insanlar müalicə olunur, yaxud da o müayinə olunur və bu müayinə zamanı bu şəxslərin müəyyən olunur ki, bakteriya mühiti, bağırsaqlardakı bakteriya mühiti tamamilə yaxşı səviyyədədir, zəngindir, faydalı bakteriyalara üstünlük təşkil edir və bu şəxslər öz nəcislərini, öz ifrazatlarını müəyyən firmalara satırlar və bu firmalar da bu nəcislərdən kapsullar hazırlayırlar. Hansı ki, bu kapsullar həmin insanların nəcislərində olan faydalı bakteriyalarla zəngindir və bunları belə deyək ki, probiotik kimi satışa buraxılmışdır və çox maraqlıdır ki, həqiqətən də effekti görülür və yaxud da bu kapsulları ya da tozları imalə şəklində də arxadan düz bağırsaq yolu ilə orqanizmə daxil etmək olur ki, bunlarda da bu şəxslərdə də müəyyən müddətdən sonra depressiv simptomların yaxşılaşdığı görülmüşdür və hansı şəxsdən ki, nəcis nümunəsi alınır, hansı şəxsin ki, faydalı bakteriyalar daha çoxdur, bu şəxslərdə də müşahidə olunub ki, depressiya kimi psixiatrik problemlər, psixiatrik sorunlar bu şəxslərdə daha azdır. Bu da çox maraqlı müalicə prinsipidir. Ancaq biz ev şəraitində nə edə bilərik? Bir neçə, belə deyək ki, özünü təsdiqlətmiş nüanslara toxunmaq istərdim. Bu nüanslardan birincisi fermentə olunmuş qidaların qəbuludur. Fermentə olunmuş qidalar isə prebiotikdir. Bəs prebiotik nədir? Prebiotik probiotiklər üçün qida maddəsi rolunu oynayır. Yəni probiotik əgər bakteriyalardırsa, prebiotiklər də onların həyat fəaliyyətini davam elətdirməsi üçün lazım olan qida maddələrdir. Təbii ki, bağırsağa daxil olan bütün qida maddələri bakteriyalar tərəfindən işlənir. Ancaq daha öncə part 1-də qeyd etdiyim kimi, əgər bağırsağa o bakteriyalar üçün faydalı şey daxil etmiriksə, o zaman o bakteriyalar, belə deyək ki, zərərli şeylərlə qidalanan bakteriyalar, zərərli şeylərdən enerji əldə edən bakteriyaların sayı daha çox artmağa başlayacaq ki, və bu da istənilən durum deyil. Çünki artıq bu xəstəliyə gətirib çıxara bilər. Yəni, ferment edilmiş qidalar çox önəmlidir. Bəs nədir ferment edilmiş qidalar? Məsələn, çox gözəl, həm
belə deyək, zəngin bakteriya tərkibi, həm də bakteriyalar üçün belə deyək ki, ləzzətli bir yem olan kələm turşusu. Sadə, çox sadə kələm turşusu. Kələmin özü zaten çox faydalıdır və əgər bu turşu şəklində olarsa, bir duzda, sirkədə bir neçə gün ərzində hazır hala gəlir. Bu çox önəmli bir, əzizən bir faktordur ki, daha doğrusu qida maddəsidir ki, bakteriyalar bundan yararlanırlar. Daha sonra çoxlarımızın tanıdığı və Azərbaycanda da yetəri qədər yayılmış kefirdir. Kefir özü də südün müəyyən fermentə proseslərindən, bakteriyalar tərəfindən fermentəyə uğramasından yaranan yan məhsullardan biridir. Kefir özü də çox zəngin bakteriya tərkibinə malikdir və bağırsaq problemlərinin həll olmasında, bağırsaq problemlərinin yoluna düşməsində böyük rol oynayır. Daha sonra lifli qidalar mövzusunda qeyd etdiyim kimi, lifdən zəngin olan yem vasitələri, qida vasitələri də bakteriyalar üçün, faydalı bakteriyalar üçün əlavə bir yemdir. Buna görə də lifli çox olan qidaların da yeyilməsi bizim bakterial floramıza yaxşı təsir göstərəcək. Növbəti nüans isə hazır işlənmiş qidaların maksimum dərəcədə az yeyilməsidir, hətta mümkünsə yeyilməməsidir. Çünki marketlərdən aldığımız hazır işlənmiş qidalarda belə deyək ki, şəkər faizi, bədənə faydalı olmayan yağ faizi yüksək olduğuna görə və zərərli bakteriyalar da bunları sevdiyinə görə avtomatik olaraq bağırsaqdakı balansı pozur və zərərli bakteriyaların sayı artmış olur. Buna görə də hazır qidalardan mümkün qədər uzaq dururuq işlənmiş. Və təbii ki, alkoqol qəbulu, siqaret qəbulu öz yerində. Bunu artıq hər kəsə məlumdur ki, hədsiz dərəcədə xəstəliklərə gətirib çıxaran bir durumdur və ən önəmlisi antibiotikin lazımsız istifadəsi. Məsələn, hər qrip olduğumuzda antibiotikə müraciət etməyə məcbur deyilik. Ümumiyyətlə, qrip özü virus infeksiyasıdır və qripdə zaten antibiotikin elə bir güclü rolu yoxdur. Əgər qrip uzun müddət davam edərsə, ağırlaşarsa, ikincili bakteriya infeksiyası qoşularsa, bu zaman biz o xəstəyə antibiotik verə bilərik, verməliyik. Ancaq hər soyuq dəymə üçün antibiotik qəbul etmək lazım deyil. Hər qarın ağrısı üçün məşhur o antibiotiki qəbul etmək lazım deyil. Çünki bunlar bizim faydalı bakteriyalarımızı da öldürür və uzun müddətdə bağırsaq disbalansına gətirib çıxara bilir. Bu dediklərim, belə deyək ki, sağlam həyat tərzi, sağlam qidalar, ferment edilmiş qida maddələri insan orqanizmi üçün hər növdə faydalıdır və üstəgəl də bağırsaqlarımız üçün çox önəmlidir. Bir də ki, dediyim kimi, işlənmiş qidalar, bunlardan uzaq qaçmaq lazımdır. Mümkün qədər bağırsaqlarımızın qeydinə qalmaq lazımdır. Çünki bağırsaqlarımız heç də sadəcə ağızdan daxil olan qidanı çölə çıxarıb, oradan da faydalı maddələri qana ötürməklə yükümlü deyil. Bağırsaqlarımız immun sistemimizdə çox önəmli rol oynayır. Bizim sinir sistemimizdə çox önəmli rol oynayır. Psixi sağlamlığımızda çox önəmli rol oynayır. Bu yüzdəndir ki, bağırsaqlarımızın qeydinə qalmaq da önəmlidir. Təşəkkür edirəm izlədiyiniz üçün. Əgər ekstra suallar yaranarsa, kommentlərdə bildirin. Videomu bəyəndinizsə, o zaman bəyən butonuna da basmağı unutmayın. Təşəkkürlər.